Keçən bir nəfər aşiqdir, məşuqu var, istədiyi var. O da satıcıdır bir dənə mağazada. Gedir indi onun dükanına nəsə almağa. Nəsə alır düzdür, amma almaq bəhanədir. Gedir onun səsini eşitsin, özünü görsün. 2 gündən bir gedir bir nəsə almağa. O almaq, nəsə ondan almaq bəhanədir ki, onu görsün. Bəhanədir ki, onunla həmsöhbət olsun. Arif cənnətə ona görə gedir ki, Allahla görüş eləsin. Cənnət onun hədəfi deyil, cənnət onun üçün bir məkandır, mənzildir ki, Allaha qovuşsun. O cənnəti körpə eləyib Allaha çatmağa, Allahı vəsilə eləməyib cənnətə yetişməyə. Şair